Mən buradan birbaşa səslənirəm cənab prezidentimizə, Ali Baş Komandanımıza, İlham Əliyevə. Allah onun canını sağ eləsin, Allah onu var eləsin. Yaxşı ki var. Yəni bizim respublikada belə bir gözəl prezidentimiz var. Bu prezidentlə biz həqiqətən fəxr edirik və buna güvənərək Azərbaycan Respublikasında gəzirik. Azərbaycan Respublikasında yəni bizim qayda qanunlarımız var. Qayda qanunlara cənab prezidentimiz İlham Əliyev qoyub. Allah onu var eləsin. Yaxşı ki var. Mən buradan birbaşa cənab prezidentimizə səslənirəm. Gözəl prezidentimiz, dəyərli prezidentimiz, Allah səni var eləsin. Səni bu Azərbaycan Respublikasından əski eləməsin. Dəyərli bizim prezidentimiz. Mən Şəki rayonu Kiçik Dəhnə kəndinin sakini Nuraliyev Qabil Mobiloğlu. Mən Kiçik Dəhnə yoluna, girişinə 800 ədəd eldar şam əymişəm, yarımçıq. Yəni bizim yolumuz, istiqamətimiz 1 kilometr Şəhidlər Xiyabanıdır qarşımızda. Bu yolu Şəhidlər yolu adlanaraq, şəhidlərin adına işıq şalmanları qoymuşuq, işıq dirəkləri. Onu da günəş panelindən. Buna da müəyyən maneəçilik törədən vəzifədə işləyənlər var Kiçik Dəhnədə. Bu bizləri qoymur. Ya ağac əkməyə, ya bizim Şəhidlər Xiyabanına qədər ağaçlarımızın şəhid adına əkdiyimiz ağaçları, işıq dirəklərini, yəni ora əkməyə qoymur. Xahiş edirəm, bu haqda bir tədbir görün, sizə müraciətimi bildirirəm. Məni ölümlə hədələyirlər. Yazdığım məktubların ali adəti qurumlara, yəni bütün qurumlara yazmışam ki, mən ölümlə hədələnirəm. Niyə görə? Ağac əkdiyimə üçün, ağac işıq qoyduğum üçün, şəhidlər adına ağac əkib işıq qoyduğum üçün ölümlə hədələnirəm. Ölüm hədələri, mənə hədə qorxular, təhqirlər, şərlər, böhtanlar və məni günahsız yerə niyə ağac əkmişəm, niyə bu kənd məmurunun, Kiçik Dəhnənin məmurunun adını verməmişəm deyə mənə hədə qorxu, ölümlə hədələyirlər. Ümumi olaraq ki, xahiş edirəm, cənab prezidentimiz, Ali Baş Komandanımız, mənə kömək eləyəsiniz. Hər dəqiqə mən stres, həyəcan içindəyəm ki, bu dəqiqə mənə zərbə vurarlar. Adət üzümə insan tuturlar, şərböhdən atırlar. Məni tutturmaq istəyirlər. Hansı əsasla? Heç bir səhvim olmadan mən ağac əymişəm. Siz verən versiyanı, siz demişsiniz ki, hər adama bir ağac düşür. O insanlara, yəni düşən kənd cəmaatından yığılaraq, bir versiya çıxardaraq bu ağaçların əkilməsində biz hamımız kənd cəmaatı yığılmışıq ki, yolumuz arandır, quraqlıqdır, orada bir ağac yoxdur. 2010-cu ildən ağac əkirəm, adəti qurumlara yazıram, pozuram, bütün məlumatlarımı çatdırıram, asfalt yamatdırıram. Buna da mənə mənaçilik törədən bizim bələdiyyə sədrimiz var, Kiçik Dəhnə. Məni çox narahat edir, ağac əkməyə qoymur və müəyyən hərəkətlər eləyir, hədə qorxular eləyir. Mənim pulum yoxdur, kasımam. Prosto içimdə Allah sevgisi, yol sevgisi, prezidentimi sevirəm deyə. Mən çox sevirəm, prezidentimə böyük sayğılıyam. Onun verdiyi versiyanı, ağac əkmək versiyasını yerinə yetirirəm. Mənə böyük zərbələr vururlar, hədə qorxular gəlirlər. Cənab prezidentimiz, sizdən xahiş edirəm. Mənə kömək durasınız, mənə dəstək olasınız. Mənim güvəndiyim yer, inandığım yer, mən arxalandığım yer, tək siz varsınız, cənab prezidentimiz, Ali Baş Komandan. Allah sizi var eləsin, Allah qorusun, əski olmayın, yaxşı ki varsınız. Xahiş edirəm, bu işdə mənə dəstək olun. Mənim təhlükəsizliyimi qorumaq üçün heç bir qurum kömək eləmir Şəki rayonunda. Heç bir qurum da mənə dəstək durmur. Hamı durutdu, Kiçik Dəhnənin bələdiyyə sədrinə müdafiə edirlər. Əgər o səhv ola, məni günahkar çıxardırlar. Xahiş edirəm sizdən ki, bu Şəki qurumlarına adəti üzrə bir ölçü götürəsiniz. Bu ölçünü də bunlar özləri götürmürlər. Mən tək qalmışam. Niyə ağac əkirəm deyə məni suçlayırlar, üzərimə gəlirlər. Hamınızdan cənab prezidentimiz, sizdən artıq dərəcədə xahiş edirəm ki, mənə kömək eləyəsiniz. Sağ olun. Allah sizi var eləsin.